Redaksiyamıza verilən məlumatları Haqq Səsi TV1-in izləyicilərinə, Hakimiyyət Kamerasının izləyicilərinə, Kanal 8 YouTube kanalımızın izləyicilərinə Mayor Anar Novruzov haqqında məlumat verəcəm. Biz bununla hər dəfəsində sübut edirik ki, biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. Gələcək nəsillərimizə tanıtmaq üçün mütəmadi olaraq şəhidlərimizi tanıtmalıyıq. Mayor Anar Novruzov Masallıya gələn ilk şəhid olub. Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur. Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq idilər. 1983-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Cəfər Cabbarlı adına bir saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texnik Universitetinin avtomobil nəqliyyatını istismarı fakültəsinə vermiş. Lakin sonra Bakı Neft Energetika kollecinə qəbul olmuşdur, sonra fikrini dəyişdirmişdir və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir. 1999-cu ildə Ali Hərbi Məktəbini bitirən Mayor Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildə öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-2018-ci illərdə Sumqayıtda yerləşən en saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmişdir və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona Akula ləqəbi verilmişdir. Mayor Anar Novruzov 14 iyul 2020-ci il Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirməsi zamanı şəhid oldu. Həmin an onunla bircə olan general-mayor Polad Həşimov və bir çox zabit əskər heyəti şəhid olmuşdur. Qəhrəman şəhidimiz Mayor Anar Novruzovun nəşi 14 iyul Ərkivan qəsəbəsinə yerləşən Təpə qəbirstanlığında Seyid Sadiq Ağa məqbərəsinin yerləşdiyi yerin yaxınlığında torpağa tapşırılmışdır. Onunla vida mərasiminə ordunun zabitləri, habelə Masallı rayonunun icra başçısı Şahin Məmmədov qatıldı. Şəhidin cənazəsini qarşılamaq üçün ən azı 20 minə qədər rayon sakini yollara çıxaraq ehtiramlarını bildirib, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 15-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Mayor Anar Novruzovu ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edib. Mayor Anar Novruzov ailəli idi, 2 evladı var idi. Allahdan ailəsinə səbir diləyirik, vətən sağ olsun deyək.